Hörmüz boğazının bağlanması dünya iqtisadiyyatında elə bir zəlzələ yaradar ki, onun gücünü Richter şkalası ilə ölçmək mümkün olmaz. İranla Oman arasındakı bu dar keçid sadəcə bir su yolu deyil, müasir dünyanın həyati şah damarıdır. Gündəlik olaraq buradan 20 milyon bareldən artıq xam neft və dünya üzrə mayeləşdirilmiş təbii qazın böyük bir hissəsi keçir. Yəni, yer üzündə insanların istehlak etdiyi neftin təxminən 1/5-i məhz bu nöqtədə cəmlənib. Bu boğazın bağlanması enerji bazarının ürək dayanması deməkdir. Hətta müvəqqəti bir blokada belə dərhal panika yaradar. Neftin qiyməti anidən $120 qalxar və əgər qarşıdurma davam edərsə, $140 $150 qədər neft görmək heç də uzaq ehtimal olmaz. Bunun nəticəsi isə qlobal inflyasiya, maliyyə bazarlarının çöküşü və dəhşətli bir iqtisadi tənəzzül olar. Üstəlik, məsələ təkcə neftlə bitmir. Hörmüz boğazı Körfəz ölkələrinə əsas malların, ərzaq məhsullarının, sənaye hissələrinin və silahların daxil olduğu əsas marşrutdur. Onun bağlanması milyonlarla insan üçün təchizat zəncirinin qırılması və beynəlxalq dəniz ticarətində ciddi pozuntu deməkdir. Daha açıq desək, Hörmüzün bağlanmasının acı bir həqiqəti var. Fars körfəzində hər hansı bir müharibənin bədəlini siyasətçilər yox, dünyanın adi insanları birbaşa öz süfrələrində ödəyəcəklər. Hadisələri danışılan kimi yox, olduğu kimi bilmək üçün Bulaq TV-ni izlə.